Bax, hər sən geçmişsən ki, 8-ə qalmış. Deməli, bunu açan düşürmüsən. 18.58-dir. Burasını açan götürmüsən. 19.18-dir. Bu zakasıva bax, 09.45. Bu zakasıva bax, 10.58. 09.45. 10.58. Arasında olan məsafəyə bax. Nə qədər oldu? 1 saat. Səhər. Sonra 11.15. Bir bunlara baxacaq, hara gedmişsən, neynəmişsən. 11.15. Bu neçədir qardaş? 12.52. 12.52-yə qədər neynəmişsən? 11.15-dən 12.52-yə qədər neynəmişsən? Aeroportdan gəldim. Boş. Bəli. Niyə? Niyə keçmədin Biniyə, keçmədin Mərdəkana, keçmədin Ramaniya, keçmədin Razinə? Niyə boş qayıtdın? Levim yox. O yerlərə niyə gəl? Hə, bu Levi idi. Hə? Levi idi bu. Doğru çıxar. Bu olsun da Levi. Nə qədər idi? 14 manat. 14 manat. Bunun baxımında demək lazım idi, qardaş. Görürsən, demirsən. İndi buna at kodu aç. Allah. Sonra 12.49 deyəm. Bunu düşürtmüsən 13.00-da. 13.00. Düzdür. Növbəti açandı. 14.13-də. İkinci Levin açan olub. Elə bunda? Bu da Levi. 5 manat. Araydı. 28-dən şey atıb düşər. 5 manat, bax. Bəs yaxşı. 14-13-dən, 14-13-dən. Levin düşürdəndən sonra nə eləmişsən? Cəmcəm olsun. Ofsə? Onu düşürdəndən sonra deyəm. Sənə zakasın olub. Bir də saat bilsən necədir? 18-16-da. Təkər. Gedmişsən təkərə. Ofsə gəlib, getmişəm təkər. 4 saat. 4 saat təkərdə olmuşsan. Dəyişdirdin təkərləri. O, birini də. Bir dənə təkər dəyişmişsin 4 saatda. 125-dən bizə qaranaq işlənmiş. Yaxşı, şimdi buna baxacağım. Bunu təkər deyirsən. Bax, qardaş. Görüm bu təkər 4 saat buna Kamaz təkər, tır təkərdir bu. 8.56 bax elə gedir ya. Atqazlara bax. Atqazlara bax qardaş, atqazlara. Buna bax. Buna bax. İş yoxdur, iş yoxdur. İş yoxdur. Neçədə düşürtmüsən bunu? 19-16-da. Bu neçədir? 19.46-da. 19-16-dan 19.46-ya sən yarım saat sən neynəmsən? Ancaq atqaz. Aralarından atqaz. Bunu seçirsən bunları. Radiusdan kənardır. Hamısı radiusdan kənar. Ha, 6 kilometr. Köpək olanca radiusdan kənar verib sənə. 1, 2, 3, 4, 5. Radiusdan kənardır. Səndən qəsdi qərəzliyi var. Ancaq sənə radiusdan kənar verir. 20.06. 20.06-da bunu düşürtmüsən. Düzdür. 22 11. Bax. Burada nə eləmişsən? Levi. Bu da Levi. Nə qədər? 11 mi? Yox. 11, 20 mi? Qalxdı, Levi qalxdı. 20. Deyəm. 34. 40 manat Levi işlə hal oldu. Bizim də xəbərimiz yoxdur. Levi gedirsən, bildirmirsən. Bax, gəldik burada, aşkar edirik. Bu nə deməkdir, qardaş? Ofisə hörmətsizlik edirsən. Sən, niyə belə iş görürsən ki? Levilə gedəndə niyə vaxtına demirsən? Levi gedirsən, niyə demirsən? Sənə görə müdür gəlsin, gərək bizə burada üçün sözünü desin. Mən işdən azad olum. Bax, qardaş, bu şeylərə görə mən müdiriyyətə cavab verəməm. İndi deyəcəm, xahiş edəcəm, işdən azad eləsinlər səni. Sənə görə mən, yəni, işimdən gücümdən ola bilmərəm, başa düşdün. 24 saat oturam burada, qardaş. Bax, bu leviləri gedmirsən, bizə məlumat verməmsən sən. İşlədiyin də nə? 111 manat. İndi bu 111 manatın üstünə bunları gəlin, gör nə qədər edir? 20, 10, 30, 35, 39, 40 manata yaxın.
Ofşum sən ümumi summan indiyənə qədər bilsən nə qədər olmalıydı? 170 manat. Sən Levi ilə bir yerdə 170 manat pul işləmsən, amma bizə deyirsən ki 111 manat işləmişəm. Ona görə də qardaş, bunu çəkib atıran müdiriyyətə işdən azad. Yəni maaş, saat nə işləmisənsə qardaş verilməyəcək. Başa düşdün? Çünki bunlar hamısı oğurluq kimi sayılır. Bildiniz mi? Bugünkü gündə sən 170 manat pul işləmirsən, gəlib burada deyirsən ki 111 manat. Heç bir şey. Öz qolumu da çəkirəm qardaş. Atıran müdiriyyətə. Yəni işdən azadsın. Başa düşdün? Çox.